Vaxtınız xeyir, əziz tamaşaçılar, xoş gördük. Bəli, qonaq canlı bugün də gözəl abu-hava ilə qarşınızdadır. Bol enerji, maraqlı söhbətlər, dəyərli qonaqlarla bərabər. Hiss olunur ki, Əhliman müəllim, Əli Səfdər bir günə necə darıxıb qonaq canlı üçün. Bəli. Təşəkkürlərini göndərmişdin, gördük. Yəni bizim tamaşaçılarımızla bölüşə bilmərik. Elə məqamlar var ki, dənizdə, necə çimərlikdə, Əli Səfdər orada, yəni həqiqətən də, yəni maşallah. Amma bizə bilsən nə qədər SMS-lər gəlib klarnet ifaçılarından. Mən belə gözləməzdim. İnan ki, bölgələrimizdən yazıblar, elə Bakı kəndlərindən yazıb. Yəni bizim hətta məşhur klarnet ifaçıları var ki, onlar da yazıb ki, böyük məmnuniyyətlə gələk qonaq canlıya. Sadəcə indi Əli Səfdərdə sən varsan da, necə eləyək? Tamaşaçılar mənə Problem gəllə gəlsinlər. Doğrudan deyirsən. Gələcəklər, mənim yerimi verəməyəcəklər. Hə, yaxşı, onda sən yerində möhkəm ol. Mən yerimdə möhkəm olum, amma gəlməyinə ürəkləşsin gəlsinlər. Gəlirlər, gəlsinlər, yaxşı. Amma heç olmasa gedəndə yerinə bir ifaçı, yəni təyin elə ki, siz dediniz ki, necə gəlmir. Yoldaşlarına, Əhliman müəllim sizə deməmiş necə gedə bilər? Hə, bir düşün. Səhər durdum, qaşan maşınımı xotladım, getdim. Düz elədin, valla səndən ona görə hər şeyi gözləyirik. Və geyinmə görə təşəkkür etmək istəyirəm. Əziz xanımlarımız, Minə Ticarət Mərkəzində yerləşən Avelin Fashion'da o qədər gözəl zövqlü geyimlər var ki, siz də buyurub əldə edə bilərsiniz. Telefon nömrələri var və doğrudan da bir-birindən gözəl geyimlər var, çeşidlərimiz çoxdur. Çox sağ olsunlar, var olsunlar ki, belə zövqlü geyimləri bizlərə də təqdim edirlər. Hə, Əli Səfdər, düz deyirsən, sənin yerini heç kəs verməz, ona görə yerində ol. Gəl tamaşaçılarımızın təbriklərini səsləndir. Demək, bizim dəyərlimiz, sevimlimiz, Xəzər Media Mərkəzinin baş redaktoru Zakirə xanımı doğum günü münasibəti ilə təbrik edirik. Zakirə xanıma can sağlığı, uzun ömür arz edirik. Zakirə xanım, hər zaman var olun. Həqiqətən də yaxşı ki, bərabər işləyirik, bərabər çalışırıq. Yəni, bir böyük kimi öz məsləhətlərini heç vaxt bizdən əsirgəmir. Bütün müəllif heyəti adından, Xəzər televiziyası adından, qonaqcanlı kollektivi adından sizi ürəkdən təbrik edirik. Nə yaxşı ki, varsınız. Allah sizi hər zaman var eləsin, canınız sağlam olsun. İnşallah oğlunun toyuna gedək Zakirə xanımın, Əli Səfdər. Təbrik edirəm ürəkdən sizi. Və Mehman Usta bizi izləyir. İllərdir tanıdığımız aşbazımızdır. Bugün onun doğum günüdür. Çünki verilişimizi bütün qonaq canlını hər gün diqqətlə deyir, sizi izləyirəm, qonaqlarınız maraqlıdır, gözəl verilişlər təqdim edirsiniz. Biz də Mehman Ustanı doğum günü münasibəti ilə ürəkdən təbrik edirik. Çünki verilişlərdə çox görüşmüşük, illərdir tanıyırıq, işinin peşəkarı olan bir aşbazdır. Var olun, canınız sağlam olsun deyirik. Və Elnarə xanımı doğum günü münasibəti ilə təbrik edirik. Onu bütün doğmaları ürəkdən təbrik edir. Kəmalə xanım, Pərvanə xanım, Təhminə xanım, Təranə xanım xüsusilə təbrik edirlər. Gözəl simanızdan gülüş əskik olmasın. Biz də amin deyirik. Hər zaman da bax, sizi sevən doğmalarınızın yanında var olasınız. Nahid Bülbülənin doğum günüdür. Atası Eldar bəy, anası Fazilə xanım, həyat yoldaşı Gülər, övladları Ağa, Nicat, Eldar təbrik edir, can sağlığı arzu edirlər. Nahid Bülbülə kimdir ki, Əli Səfdər? Sənin xalan oğlunu buradan salamlayırıq, doğum gününü də təbrik edirik. Bülbülə deyəndə bir Pərviz Bülbülə yadımıza düşür, bir də Əli Səfdər Bülbülə. Bəli, bəli. Nə deyək? Bir də Nahid Bülbülə. Aha, kim? O da meyxanı Aha, söz xiridarıdır. Bəli, bəli. Salamlayırıq Nahid qardaşımızı buradan. Bugün Mehdi xanın 6 yaş tamam olur. Onu atası Samir bəy, anası Yeganə xanım, babaları, nənələri, əmisi, bibisi, dayıları, xalası təbrik edir, uzun ömür, can sağlığı arz edirlər.
Səidə xanımın doğum günüdür, 18 yaşı tamam olur. Aha, demək elə Səidə xanımı ürəkdən biz də təbrik edirik. Ümumiyyətlə 18 saylı məktəbin kollektivi, övladları Turqay, Vüqar, Bəsti, gəlinləri Səidə, İlahə, nəvələri Xəqani Banu təbrik edirlər. Səidə xanıma can sağlığı, uzun ömür arzu edirik və elə 18 saylı məktəbin adından da, bütün kollektiv adından da Səidə xanımı ürəkdən təbrik edirik. Hökümə xanımın da doğum günüdür. Bu münasibətlə həyat yoldaşı Rasim müəllim, evladları Aysin, Vüsal, Yasin, gəlinləri Günay, Meyla təbrik edir. Gözəl ana, mehriban qaynana, şirin nənə səni çox sevirik deyirlər. Allahdan sənə uzun ömür, can sağlığı arzu edirik. Sevgili xanımın ad günüdür, nə gözəl adı var. Onu həyat yoldaşı Oruç müəllim, qızları Aynurə, Elnurə, Gülşən, oğlu Həsən, gəlini könül ürəkdən təbrik edir. Ona sağlam, uzun ömür arzu edirlər. Nəvələrinin toyunu, xoş gününü görsün deyirlər. Amin deyirik. Aha. Demək, İlhamə xanımı da doğum günü münasibəti ilə təbrik edirik. Onu bütün doğmaları ürəkdən təbrik edir. Kəmalə xanım təbrik edir. Pərvanə xanım, Təhminə xanım, Təranə xanım xüsusilə ürəkdən təbrik edirlər. Gözəl simanızdan o gülüş əski olmasın deyirlər. Biz də ürəkdən təbrik edirik. Maşallah, Əli Səfdər, bu təbriklərin hamısını sən gətirmirsən? Bugün təbriklərimiz çoxdur. Əli balanın da doğum günüdür. Ona atası Nurlan bəy, anası Aygün xanım, qardaşı Kamran təbrik edir. Ona can sağlığı, uzun ömür, xoşbəxtlik arzu edirlər. Biz də təbriklərə qoşuluruq. Xalidə xanımın da doğum günüdür. Anası Səbuhə xanım, atası Zahid bəy, həyat yoldaşı, evladları ürəkdən təbrik edirlər. Biz də təbriklərə qoşuluruq. Kəmalə xanımın da doğum günüdür. Baldızı Esmira, həyat yoldaşı Çingiz, evladları, qaynatası, qaynanası təbrik edir. Təbrikə onu sevən hər kəs qoşulur. Yaxşı ki, varsan deyirlər. Elə bu günləri yeri gəlmişkən bizim sevilən aktyorumuz İslam Mehrəliyevi gördüm, rastlaşdıq, dedim səni bu günləri efirdən təbrik edəcəm. İslam, səni təbrik edirəm. Hər zaman ailənin, doğmalarının yanında, bizim yanımızda var olasan deyirəm. Və fərqi yoxdur. Bizə təbrik göndərən, göndərməyən, bizi izləyən, özəl gününü qeyd edən bütün tamaşaçılarımızı ürəkdən təbrik edirik. Hər zaman var olun bizim əziz, dəyərli tamaşaçılarımız və Əli Səfdər, qonağımızı dəvət edirik. Aha, demək, doğrudan çoxdandır, elə qonaq canlıda qonaq kimi görmürəm. Bəlkə Xəzər televiziyasında tez-tez qonaq olur, elə bilirik, bizə də tez-tez gəlir. Amma uzun müddətdir verilişdə görüşmürük. Bu dəfə də böyük məmnuniyyətlə dostumuzu dəvət etmişik. Vüsal Hacıyev gəlib, xoş gəlib. Çox sağ ol. Xoş oldu səni görmək verilişimizdə. Çox sağ ol, təşəkkür edirəm. Nə vaxt görüşmürük biz verilişdə? Uzun müddətdir, bir neçə ay bundan öncə yadımdadır. Məncə bir 3-4 ay var. Var. Tez-tez gəlirsən də bizim verilişlərə, ona görə. Tez-tez Xəzər ailəsində oluram, düz deyirsiniz. Amma burada 4 aydan çoxdur artıq. Aha, xoş gəlmisən. Sən bizim dostumuzsan, təşəkkür edirəm. əzizsən, doğmamızsan, illərin dostusan. Allah razı olsun, hər çox sağ zaman da olun. səni görməyə biz şadıq. Mən də sizi görməyə çox şadam. Həmişə efirlərimizi bəzəyəsiniz. Musiqi işləri ürəkdən salamlayıram. Səni izləyən tamaşaçılarımıza sabahınız, gün ortanız xeyir olsun deyirəm. Və icazə versəz mahnı oxuyum. Böyük məmnuniyyətlə. Çox sağ ol. Bu səhər, bu gecə, bu sehirli axşamlar, yenə sən, yenə mən, yenə sirli axşamlar. Hələ də sevirəm, onu gizlətmək olmaz. Qaçıram, görüşə, səni gözlətmək olmaz. Gör nə qədər sevdim ki, qəlbimə həkk elədim adını. Gəl çıxaraq sevgimizin dadını. Biri var, biri yox, gör nələr var sevgin aklımda. Mənim ancaq heç kim yox, bir tək sən varsan aklımda. Biri var, biri yox, gör nələr var sevgin aklımda. Mənim ancaq heç kim yox, bir tək sən varsan aklımda.
sen, yine ben, yine sirli akşamlar. Hele de sevirəm, onu gizletmək olmaz. Qaçıram görüşə, səni gözlətmək olmaz. Mən səninəm, sən də mənim, ruhumu ruhuna bağlamışam. Hisslərimi bircə sənə saxlamışam. Biri var, biri yox, gör nələr var sevgin aklımda. Mənim ancaq heç kim yox, bir tək sən varsan aklımda. Biri var, biri yox, gör nələr var sevgin aklımda. Mənim ancaq heç kim yox, bir tək sən varsan aklımda. Biri var, biri yox, gör nələr var sevgin aklımda. Mənim ancaq heç kim yox, bir tək sən varsan aklımda. Biri var, biri yox, gör nələr var sevgin aklımda. Mənim ancaq heç kim yox, bir tək sən varsan aklımda. Təşəkkürlər Vüsal, var sağ olasan. olasın. Maşallah, mahnıları elə gözəl təqdim edirsən ki, səhnəyə çox yaraşırsan. Təşəkkür edirəm. İfaların da gözəldir. Elə bu Sağ olasın. yaxınlarda Flora xanımın repertuarından bir məsuliyyətli mahnı Ruhumuz Qovuşacaq mahnısını ifa etmişdin. Bəli. O da çox gözəl alınmışdı Təşəkkür səndə. edirəm. Mənə çox maraqlıdır. Yəni sənətkardan bir reaksiya gəldimi? Yəni bir məsləhətləşdinmi? Sənətkarla bu mövzuda danışmamışıq, əslində Bəli. görməmişəm. Amma başqa bir ona aid məclislərdə, ona aid gecələrdə mənim çıxışlarım olub, məni çox yaxşı tanıyır və qiymətləndirir. Çox sağ olsun. Allah ona ömür versin. Mən ilk öncə mahnını ifa eləyəndən sonra icazəsini Aygün xanımdan aldım. Çünki Səmədzadədən. Çünki mahnını bir kuplet oxuyub öz səhifəmdə paylaşmışdım. Ondan sonra gördüm hamı paylaşır, hamı Gözəl çox qarşılandı. bəyənir. Çünki sadəcə olaraq pianino ilə ifa eləmişdim, slow variantda. Ondan sonra gördüm hamı bəyəndi və Aygün xanımdan icazəni aldım. O da icazəni verdi. Ondan sonra 2 kuplet və ondan sonra Xəyal Səlimovla böyük bir möhtəşəm bir klip çəkildi. O da çox bəyənildi və demək olar sənin verilişindən başqa hər yerdə oxumuşam, amma bu gün də buradan mütləq oxumalıyam çünki o mahnını məndən hər dəfə gözləyirlər. Valla gözəl ifaçısan, yəni məsuliyyətli bir ifanı da yenidən də Flora xanımdan sonra ifa etmək həqiqətən də özü də bir işdir, məsuliyyətdir. Təbii ki, çünki Flora xanımın ifa etdiyi mahnıların artıq möhürünü özü vurur, Təbii ki, sonra müğənniləri ifa edir. Təbii ki. Sən də Vüsal Hacıyevdə hər zaman səliqəli, gözəl səsi olan, bizim sənətdə olan bir ifaçımızdır. Çox sağ ol. Uğurlar. Sağ ol əzim, çox sağ ol. Birazdan danışacağıq, söhbətimiz çoxdur. Və növbəti qonağımızı dəvət edəcəm, gözəl xanımı dəvət edəcəm. Onunla da çoxdandır görüşmürük və qonağımız olanda, bərabər efirdə olanda hər zaman danışacaq mövzularımız, müzakirə edəcək söhbətlərimiz var. Aygün Şükürova gəlib, xoş gəlib. İstanbul, İstanbul olalı hiç görmedim böyle keder. Geberiyorum aşkından, kalmadı bende gururdan eser. Ah İstanbul, İstanbul olalı hiç görmedim böyle keder. Geberiyorum aşkından, kaldı bende gururdan eser. Ah İstanbul. Hoş
gəlmisən Aygün. Canım, Hər zaman xoş sən gördük. gələsən. Bax görürsən Əli Səfdər sən gəldiyini eşitdi. Əli Səfdər. Əli Səfdərlə biz o qədər İstanbullar oxumuşuq ki, məni İstanbulsuz təsvir eləyə bilmir. Xoş gəlmisən. Çox sağ ol, Hər gözəlim. zaman sən gələsən, Sağ bizim olun. gözəlimiz, dəyərlimiz. Təşəkkür edirəm, çox sağ ol. Aygünü görəndə biz bir neçə gün öncə, bəlkə də bir 20 gün olar, Aha. İnyam Səlamigilin evində görüşdük. Ondan burada diqqət edirəm, yetərincə çəki Sən nə almısan. gözəl qızsan. Sən ancaq mənim işi görəndə desən arıqlamısan. Vallah gözəlləşmisən, Deməli gözəl dəyişmisən. görürsən də. Hamıya deyirsən, ay tək. Yox vallah. O mən bilirlər, tamaşaçılarımız bilir ki, mən olanı Vüsal da məni yaxşı tanıyır. Vüsal, sən də bir Olanı yerdəydik də o gün Zümrüdün verişində. Düzün deyil, sən niyə mənə görəndə demədin bəs? Aha, deməz. Demədin ki, arıqlamısan Deməz. falan. Mən dedim maşallah yaxşısan da. Demir, bax o demədi. Kənandan ehtiyat Mən edin. demədim. Xanımsan ona görə. İnfait birazdan danışacağıq. Tamam, Söhbətlərimiz yaxşı, çox. xoş Buyur, gördük. Xoş gördük. Səhər tezdən açılanda pəncərə, gözümə görsənir gözəl bir mənzərə. Nazlı yanım su verəndə güllərə, ürəkdən sevinib söyləyirəm mən. Nazlı yanım su verəndə güllərə, ürəkdən sevinib söyləyirəm mən. Ay maşallah, iri iri gözlərin, yandım ay Allah, iri iri gözlərin. Ay maşallah, iri iri gözlərin, yandım ay Allah, iri iri gözlərin. Ceyrandan cüyürdən incə irişi, qəlbimə nur saçır şirin gülüşü. Dodaqları dirildəcək ölmüşü, yanaqları falla öpməliyəm
düşdüm ana, eşq oduna düşdüm ana, məhəbbətin qüdrətini mən belə bilməmişdim ana. Təşəkkürlər, çox sağ ol. eləyirəm. Gəlmədi Aygün. oynamağa, gördün. O İndi rəqs o oxuyanda eləmir, mən yox. oynamayacağam. Ha, rəqs eləmir. Pis yox. Sən təbrik edirəm. Oğlun məzun oldu. Can, çox sağ ol. İnşallah ali məktəbə qəbul olsun. Biz də Can, səni çox təbrik sağ ol. edək. Sağ ol, ay İnşallah Aytekin. necədir vəziyyət, yəni necə dərslərini oxuyurdu? Yəni şans varmı? Hansı ixtisas üzrə? O, hə, bax şəkillərini sağ. Maşallah. Oxuyurdu, amma elə bil ki, əslində ondan da daha yaxşı nəticə verə bilərdi, yəni. Aha. Sadəcə oğlandı da, oğlan uşaqları nəsə belə Hansı hamısı elədi. ixtisasa İkinci sahib- qrup, İqtisad Aha. Universiteti naziri. Varmı istədiyi bir məsələn ixtisas ki, bax burada mütəxəssis olacağam? Elə bu sahədə istəyir, düşür də, yəni inşallah ki, İqtisadi. qəbul olacaq Hə. Allahın izni ilə. Amma məsələn mən daha böyük nəticə gözləyirdim də. Birinci tur imtahandan keçib, Hə, ikinci nəticəsi turda ürək keçib. açandı. İndi üçüncüyə də istəyir, deyir ki, ondan da daha yüksək toplamaq istəyirəm, belə eləyəcəm. Aha. Hə, nə bilim. İnşallah. Yəni Gözləyək. amma bilirsiniz necə, elə uşaq var ki, Allah Taala ona fitri istedad verir. Bəli. Məsəl üçün müəllim baxanda deyir ki, bu uşaq o bir digərindən götürməsi çox güclüdür. Eləsi də var ki, o qədər oxuyur, əziyyət o qədər çəkir ki, mənim oğlum əziyyət çəkməyənlərdəndir. Aha. Kəllə var, amma əziyyət çəkmir. Elə bilir ki, hər şey bunun üçün asanlıqla gələcək. Amma yəni onun kəlləsi, o dilləri, o götürməsi Bəli, savadı, o qədər götürmə. güclüdür ki, o qədər. Çünki müəllimləri deyirdi bunu. Sadəcə neyiniyim? Oğlan uşaqdır da. Çox İnşallah gedə xeyirlisi. bilmirsən. İlk evladındır da. Hə, birinci oğlumdur böyük. İnşallah biz bir də xəbər alaq ki, artıq oğlun ali məktəbə daxil olub. Onun sevincini bax dostlarla Sağ ol, bərabər Aytekin. bölüşək. Çox sağ Xeyirli, ol. uğurlu. Bütün məzunlara uğurlar arzu edirik. Yolunuz açıq olsun inşallah. Bizim bir də fərqimizə var. Məndə 11-i qutarır, onda biri. Birinci sinif. Allah saxlasın. Bu necə Birazdan uşaq imiş bu? Xəbərim yox Xəbərim imiş. yox. 22 yaşım var. Danışacağıq. Bir dostumuzu da dəvət edək. O gələndən sonra artıq söhbət başlayacaq da yəni. Bəli, çoxdan dəvət edirdik. Hər dəfə istəyirik ki, gəlsin, qonağımız olsun, bir onunla da söhbət edək. Amma illərdir dostumuzdur. 2 dəfə evlərində qonaq olmuşam, evdəkilərə salam verilişi çəkmişik. O bizim sevimlimiz, dəyərlimiz, doğrudan sözün əsl mənasında sevilən aktyorumuzdur. Müşfiq Şahverdiyev gəlib, xoş gəldiniz. Ay Müşfiq. Nənəm oy. Biz səndən niyə visal oxudu? Müğənniliyə başlamısan axı artıq. Bəli. Hə, davam elə görüm bacarırsan yoxsa yox? Oy lali nənəmə qurban olur. Ay lali qızıl gülün neydi bu tası? Mən dansı çırtdanım. Cırtdanım, teçime cırtdanım. Gel mənə nazmətə, sev məni cırtdanım. Cırtdanım, teçime cırtdanım. Sən gəl mənə naz eyləmə, sən mənim cırtdanım. Maşallah. Aktyor belə olmalıdır da. İfanı da bacarır, aktyorluğu da bacarır. Əsas odur tamaşaçıları özünü sevdirmirsən illərdir Müşfiq. Xoş gördük. Əhvalımız hər zaman belə gözəl olsun. Dəyərli qonaqlarımızla bərabər inanıram ki, gözəl bir qonaq canlı sonuna qədər təqdim edəcək. İnşallah. Mən də dostlarımı salamlayıram. Bu verilişlərin bir də ən gözəlliyi də ondadır ki, çoxdan görmədiyin dostlarımı, heç olmasa gəlib verilişlərdə, nə bilim, gözəl xeyir işlərində görürük, bir salamlaşırıq. Nə var, nə yox, sənin işlərin necədir, mənim işlərim necədir. Sən özünü deyilə, çoxdan da görmürdüm. Bəli, xoş oldu Müşfiq. Aytekin, məni bağışla. Baxarıq. Səni gördüm hındılın dibində, sərin yağışda, nə olar sevgili, məni bağışla, bu bir dəm talı şehri var. Mən də oradan bağışla. Bir-iki dəfə danışmışdıq çəkilişlərin biraz o yoğun vaxtında, həm rayonuna filan bəs məkan.
mən gəlib çıxa bilməmişdim verişə. Amma sən bilirsən ki, mən sənin xətrinə qədər çox istəyirəm. Sən mənə əzizsən, doğmasan. Var ol, gəldin bizə, mən də gələcəm sizə. Reklamlardan sonra danışacağıq, söhbətlərimiz var. Bəli, davam edirik maraqlı söhbətlərimizlə. Müşfiq, maşallah, maşallah, bayaq da elə qeyd elədik ki, bir neçə dəfə görüşmək istəmişik, alınmayıb. İşlər çoxdur, filmlər mi çəkilir, verilişlər var, onu görürük. Yeni seriallar var, amma biraz bizdə məlumatlandır. Səhv etməmişsə, bir ay bundan öncə hansısa bir təqdimat oldu, filmin təqdimatı idi. Məni də dəvət etmişdin, üzürlü səbəbdən gələ bilmədim. Bir aydır, bir aydan çoxdur. Dekabr idi, dekabr. Aha, dekabr. Görürsən, o qədər işlər çox olur, adam düzdür, səni qınamıram. İşin çoxluğunu adam unudur. Görürsən, 5 aydır keçib, yox 6 ay. Qurd Dişi filminin təqdimatı idi, səni də dəvət eləmişdim. Sağ ol, gəlmədin. Yenə. Aha, yox, bilirəm ki, Allah daim təqdimatlar. Hayda, bilsəm gəlməzdim verişə, mən də deyə söz verib gəlməzdim. Qısasımı alardım bundan. Bax, əsas odur, bu günləri təqdimatdan da filmlərdə görüntülər verir. verir. Kövrətdi məni, Aytəkin. Aha. Oy, bu ən mənə zülüm verən yer, Allah. Aha. Necə yəni? Niyə? Bıq saxlaya bilmirdi. Bıq saxlaya bilmirsən? Bax, indi onu baxdım, tər oldum. Aha. Niyə Müşfiq? Mikrofonla zəhmət olur. Mənim balaca allergiyam da var o kleyə. Orada da o lopa bığı, o mən saxladım bığ. Bir 3 ay, 4 ay. Amma elə olmadı. O Grimçi də dedi ki, yəni onu alındıra bilməyəcək sənin öz bığından, o obrazın bığıdır. Yəni gülməli, qəşəng görünməsi üçün o lopa bığı olmalıdır. Onu da, yəni Allah göstərmək, işgəncənin bir növüdür də elə bir. Yəni sənin üçün. Kişilər var ki, belə üzr istəyirəm. O elə yekə. Naməzim, o öz dərindən, ətindən çıxan başqadır. Yapışdırma başqa. Kley düz burnunun altından, dodağın üstü, buraların bütün hamısı kley olur. Cəmat saçına zadına vurur. Mən valla mən yapışdırmaq yox. Saçı vurdun, bir aydan sonra götürsən. Burada vururduq, qopardırdıq, su içində çörək Amma gəldi. sənət dodağın belədir yanında də axı, Müşfiq. bəli. O deyir, doğrudan da o hətta istəmədiyin bir də görürsən ki, rollarda oynayırsan, istəmədiyin o Allah rəhmət addımlara eləsin, bizim böyük sənətkarımız Rasim Balayev də bir dəfə o haqda danışdı. O çəkiləndə Naxçıvandakı istidə o saqqalı bığı yapışdırmaqdan. Mən də biraz o barədə necə deyim, əziyyət çəkirəm o nəsə yapışdıranda. O filmdə ən işgəncəli yerim oraydı. O bığla ki o gəlirdi mən Müşfiqə üzr istəyirəm sizə bu günləri işgəncə verəcək. O kley buranda bir təhər olurdu. Ona görə ən bahalı aktyor sayılırsan da Müşfiq. Bax bunun bu tərəfləri də var. Ona görə də o əziyyətlərə dözməli və doğrudan demək olarmı? Və dözürük. Müşfiq. Onu da deyim ki, Qurd Dişi filmi doğrudan çox yaxşı. Qurd Dişi nə idi? O kim qoymadı? Qurd Dişi. Qurd Dişi boynuna aslan. Həmin ondan idi. Həmin Qurd Dişinin elə bil ki, ondan idi. Qurd Dişi arvadı buna verir ki, müğənni diyor özdə o həmin o Dilşad, bu filmin personajı. Arvadı onu verir ki, bütün işlərin yaxşı getsin. Amma filmdə bütün işlər tərsinə gedir Qurd Dişinin taxtığına görə. Elə yəni komedik tərəfdən yanaşır. Kənan gəlmişdi. Gəlmişdi. Hamısı gəlmişdi, hamısı oradaydılar. Bizdə Aytəkin sağ olsun. Nəysə Aytəkin, qoy veriş qutarsın, yaxşı yazmaq sağ ol. Amma maşallah bu filmin çətin tərəfləri olduğu kimi o yəni maddiyyat tərəfi də var. Yəni Müşfiq doğrudan mı deyirlər ki, ən bahalı aktyordur Müşfiq Şahverdiyev? Çox demədə, indi çox deyəcəksən, sonra bahalı deyəndə ki, bizim onsuz da bilirsən də ölkədə biraz film sektoru o qədər də güclü inkişaf eləməyib də. Bu pandemiyadan sonra biraz da zəiflədi. Kinoteatra gedən tamaşaçının sayı azaldı. İndi inşallah ki düzələr. Yəni Türkiyəyə, nə bilim Rusiyaya baxanda biz bahalı deyirik əslində. Amma öz ölkəmizdə
Hə, götürsək şükür Allaha, indi bir neçə aktyor var ki, hə, onlara daha çox tələbat olduğu üçün, hə, onların biraz qiymətləri daha fərqli olur. Amma qazandığın mən deyim ki, kimi əvvəlki o belə deyirlər, o Alver ki, şuba satan da belə deyir, inan Alver əvvəlki kimidir. Biz də belə deyirik. Amma Əvvəlki Müşfiq, kimi. bax bunun gözəl tərəfləri var, qazanc əldə edirsən. Amma aktyorlar bir də görürsən ki, öz işinə görə, öz sənətinə görə hətta şəxsi mülklərini satırlar, avtomobillərini satırlar. Yadımdadır, My Name is İntiqam filmində 2-də Müşfiq evini satmışdı, avtomobilini satmışdı ki, yəni o xərclərin altından çıxa bilsin. Doğrudan mı? My Name is İntiqam 2-də, çünki bu pandemiya nə idi? Bu 2015-ci ildə. Bəli, 2015-ci il. Devalvasiya oldu və orada mən dollarla xərclədiyim üçün indi baxıram o günə. Mən buradan Azərbaycandan dollar aparmışdım, orada Moldovada xərcləmək üçün və mən filmi çəkib qutarandan sonra dollar 2 dəfə qalxdı və filmə xərclənən tutam 100.000 dollar oldu, 200.000 dollar. Aha. Nələr çəkdim, nələr. Amma yenə də evini belə satmağa razı oldun, yəni avtomobilini satdın. Bu kino mənim həyatımdır da, mən kinonu sevirəm. Filmi sevirəm, amma heyv ki, nə qədər qaldırmaq istəyirsən, ya pandemiya başlayır, ya nə bilim devalvasiya olur. Çətinliklər olur. Hə də o da təsir edir, qalxmır da bu. Ayağa qaldırırsan, yıxılır. Ayağa qaldırırsan, yıxılır. İnşallah ki, ümid edir, Allah bundan sonra bizə, ölkəmizə, dünyamıza belə bəlalar gətirməsin. Amin. Hər şey yolunda getsin, hamısının işi yolunda getsin. Biz aktyorlar da Amma indi filmlər vəziyyət çəkək. deyəsən yaxşıdır, məni evinə dəvət. Yeni ev almısan Müşfiq? Bəli, İnşallah Allah xeyirli uğurlu bütün olsun. Evinə xoş sənələ günlərə qismət gələk. olsun. Çox Çünki sağ biz olun. 2 dəfə Müşfiqgildə evində qonaq olmuşuq. İki Ayrı-ayrı dəfə, evlərdə. hə, iki dəfə gəldim. İnşallah yeni evində dostlarla bərabər yenidən qonaq həmişə olar. də ilk qonaq sən olmuşsan. Evdə. Oradan Bu dəfə də mən Ayağı da olaram. ruzludur Allah da. qoysun. Allah nəsib eləsin. Allah gözəl günlər qismət eləsin. Hə, Vüsal, sənin ifanla davam edək, sonra sənin söhbətlərimiz var. Bəli. Bəli, bəli, götür. Hamısı götür. Hamısı. Nə Bəli. istəyirsən, nə axtarırsan? Biri bəs eləmir, mən də biraz. Gəl onu. Rənginə görə deyil. Gəlsin, gəlsin. İnanmıram sevgimiz bir vade şarapmış, məhəbbətsiz ötən hər gün inan əzabmış. Yollarımız çətin ki hardasa qovuşar, bu dünyanın gündüzü gecəsi soğuşar. Yalvarıram, əzablardan al məni qurtar, yıxılardan əlimdən tut özünlə apar. O dünyada bəlkə ruhumuz qovuşacaq, sənsiz ürək qiyamət qoparacaq. Yalvarıram, əzablardan al məni qurtar, yuxulardan əlimdən tut özünlə apar. O dünyada bəlkə ruhumuz qovuşacaq, sənsiz ürək qiyamət qoparacaq. Darıxıram, dünyam sensiz gurbət olarmış. Gecə gündüz göy
Ellerimiz qəmlə dolarmış. Yağış yağar, bəlkə qəmi kədəri yuyan. Ayrılıktan bu dünyamız bəlkə də doyan. Yalvarıram, əzablardan al bəni qurtar. Yuxulardan əlimdən tut özünlə apar. O dünyada bəlkə ruhumuz qovuşacaq. Sensiz ürək qiyamət qoparacaq. Yalvarıram, əzablardan al məni qurtar. Yuxulardan əlimdən tut özünlə apar. O dünyada bəlkə ruhumuz qovuşacaq. Sensiz ürək qiyamət qoparacaq. Təşəkkürlər Vüsal, çox sağ ol. Oradan da Təşəkkür gözəl ifa etmişsən, maşallah, səs var. Hətta yadımdadır, bir dəfə danışmışdıqmı, yoxsa sadəcə efir arxası bir müzakirə olmuşdu ki, 1997-ci ildə hələ muğam da ifa etmişsən. Muğam müsabiqələrinin birində uşaqkən... Mən muğamla başlamışam sənətə. Bəli. Ümumiyyətlə tar ifaçısı kimi başlamışam. Tarda da ifa edirsən. Etmişəm, onunla Maşallah. başlamışam. Bəli. 94-cü il hardasa. Nə gözəl, biraz səsin. Sana çok vurulur bu benim şehrim. Anlarım neyleyim ki haberim yok hasretten. Canına Aha, Muğam müəllimin kim olub Vüsal? Bu 96-cı ildir səhv eləmirəmsə. Saçlarım Maraqlı şey ya. Soruşdum özündən. O mən 70-ci ildə doğulmuşam. sən neçəncisən qardaşım? Çordu beli, ağ Sən qaraydı. 45 saat olarsan məncə. Bu ağ-qara niyə? Bu mən bilirəm ki 60-cı illərdən sonra filmlər də başlamışdı rəngli çəkilməyə. Yəni, artıq çox- Yox, görürlər. da o vaxtların Bu bir kanalımız ağ-qara- var idi. Dövlət kanalı bir kanal var idi. Ağ-qara Bu niyə göstərirdi. ağ-qaradır? Qaraq idi, yaxşı. Biz olsa dəqiq bizə de. Nə var oldu da? Aktyor düz deyir Ya, əslində. mən- O düz deyir. Valla Amma o doğrudan indi- rəngli idi o vaxt 90-cı ildə. düz deyil. Amma zarafat bir tərəfə, amma doğrudan gözəl ifa etmişsən. Adam gör neçə Gözəl ilin səsin oxuyan var, imiş. muğam Merhaba. O burada Bakı şəhəri. Əmizan. Onlar sizdə mi? Sən bir oxuyan, mən də birazdan oxutduracam səndən rahatım. Aha. Yox, burada Respublika muğam müsabiqəsi idi. Bəli. İndi bilirsiniz ki, daha da genişlənibdi, amma o vaxtlarım 96-cı il idi. Orada mən səhv eləmirəmsə 3-cü yerə tutmuşdum. 3-cü yerə layiq Müəllimi kim görülmüşdüm. idi o? Müəllimim Əlibaba Məmmədov idi. Hə, o da oldu da bilmirəm. Belə. Yəni muğamla başladım. Ondan sonra mən keçdim vokala. Oxumaq istəyirsən? Nə. Oradan oxuyanlar. Oxuya bilirsən. Aha. Ən çətin yeri idi o. Aha. Sənə bir tam əmi deyə bilərik də biz. Mənə dayı da deyə bilərsən. Valla biz yadımdadır, biz Vüsal'la Şuşada bərabər bir çəkilişdə getmişdikmi Şuşaya? Getmək istəyirdik. Göyçaya getmişdik. Göyçaya getmişdik. Buradan Vüsal'ın anasını salamlayıram. Mənim anam Çünki Şuşalı. Şuşalıdır, o var da, yəni doğrudan Məni da. niyə aparmamışdınız bəs? İnşallah sənlə Cəllabada gedərik. Görsən Göyçaya gedib. Bərabər. Yaxşı Allah Vüsal. qoysa. Bana bax, bunu sonra Sən görəsən. Yo, maması kimi. Amma yadımdadır, Vüsal paylaşım etmişdi. Şuşada dünyaya göz açdığı evdən görüntülər paylaşmışdı. Hə, mən paylaşmışam, Ora hə. getmişdi. Ana ilə bərabər getmişdilər. Səhv Mən bu etmirəmsə. dəfə anamı apardım, keçən il apardım. Amma bu 2022-ci il idi.
Onda dostlarımla getmişdim. Hətta orada öz kravatımı tapdım. Ay Evet. nə gözəl. Hamısı yerindeydi. Qapımız, Görsən. evin özü yəni tam sökülməmişdi. Bax, görürsüz bu həmin evdir. Öz evinizdən Neçə il orada? paylaşmısan. Neçə yaşına qədər Amma yaşamısan? doğrudan yəqin anamız dörd üçün yaşına bu bir başqa hisslər Anam, idi. təbii ki, Yenidən o anam evə getmək. kövrəldi. Anam Mənim anamın da arzusu Kəlbəcərə getməkdir. Ona söz vermişəm, aparacam səni. İnşallah Allah nəsib eləsin. Mən burada görüntülər də mahnı da oxumuşam Şuşa haqqında. Bu qala bizim qala. O evin görüntülərini çəkib saxlamışam xatirəmdə. Çünki bizim üçün çox müqəddəsdir. Həm torpaq, həm o evimiz. Çünki orada böyümüşük. Bəli. Hamımız o evdən Evdə çörək maşallah yemişik. böyük ev olub ha. Mənə daha çox böyük gəlirdi. 2 mərtəbə olub Getdim o. baxdım ki, belə də böyük deyil, balacadır. Amma sən onda balacaydın. Balacaydım Misal, mən. ona görə balaca getdim uşaqlara baxdım ki, hər bir şey. aha böyük görünür. Allah var eləsin doğrudan. Və bu yaxınlarda gördüm evladlarınla şəkil paylaşmışdın. Hər dəfə Var mı paylaşmıram. onların da istedadları? Vallahi hələ çox balacadılar da Aytəkin xanım. Aha. Oğlumun 6 yaşı var. Maşallah Allah saxlasın. Qızımın 2 yaşı var. Allah bütün balaları saxlasın. Hələ ki belə bir fitri istedad görməmişəm, amma hər hansı bir istedadı olsa təbii ki onu dəstəkləyəcəm. Dəstək olacaqsan. Təbii ki. Qızının da, oğlunun da istedadı olarsa İstedadı olsa, bəli. İstedadı olmasa zorla olan bir şey deyil də. mümkün deyil. Yox. Müşfiq sənin oğlun necə? İstedadı varmı bir aktyor kimi? Neçə yaşı var? Allah saxlasın onu. 8. 8 yaşlı. Məktəbə gedir, 2-ci sinifə Aha. gedir yəqin. 3-cü sinifə keçdi. Aha. Sənin oğlun deyir, mənim oğlum. Aha. Maşallah necə böyüyüb Müşfiq. Allah qorusun. Çətin deyilmi? O Ukraynada, sən burada görüşüb danışa bilirsinizmi? Danışırıq, niyə danışmırıq? Münasibətlər gözəldir, hə? Amma o biraz rusca danışır, mən onu tam başa düşəmirəm. Aha. Arada deyirəm ki, Öyrənəcəksən də. Amma Müşfiq çətin olar. Hə? Neçə ildir görüşmürsüz? Mikrofonla zəhmət olmasın. biz 4 il. 4 ildir görmürsən. 3 il, 4 il. Yəni heç artıq. istəmirsənmi gedəsən, görəsən və yaxud gəlsin? İndi hələ gəlmirlər də, inşallah gələndə görəcəyik. Mən də orada bir sözə bu dəqiqə müharibə bəli, şəraitidir. vəziyyətlə Biraz əlaqədar. getmək, gəlmək çətindir, amma belənsə danışırıq. Yəni gözəldir münasibətlər. Ata, Əlbəttə oğul. ki, mən Aha. oğlum. Görəsən böyüyəm. onun necə istedadı varmı? Bir hiss edirsən Ha, onun nəsə bir balacalıq videoları var. Mənim evdə bu karaoke kalonkam var. Belə Bəli. almışdım özüm üçün. Özüm hərdən belə oxumağazada. O bütün günü götürürdü orada oxuyurdu. Doğrudan onun videoları var. Məndə elə götürüb. Mən kimi amma çətin olar yəqin. 4 yaşında yəni sonuncu dəfə görmüsən. Yəni yəqin ki Nə olub, hələ də qəşəng oxuyur o. maşallah. İndi mən yaxşı bir birazdan bir dənə oxuyacağam. Bir mikrofon. Misal deyək, Mən daha oxumayacağam da. Aha. mən gedirəm. Aha, oxuyaz getməsin. Amma Müşfiq belə zarafatla deyirik. Zəhmət olmasa mikrofonla. Məni məcbur eləmə. Keçəcəm müğənniliyə. Amma onun yəqin aktyorluq Qiymətləri də aşağı salar. Oğlunun olsa aktyorluq qabiliyyəti. Ən yaralı Amma yerim sizin ailədə də istəyir. müğənnilər olur. Ucuz məndə gedirlər səsim bizə. var, Düzdürmü? Qiymətdən aşağı salma bir dənə. Yo o istedad uşaq vaxtı belə deyək də hamı onsuz oxumaq Bəli. istəyir, hamı istəyir səhnəcilik göstərsin. Böyüdükcə o bilinir ki, o bu uşağın nəyə həvəsi var? Rəssam mı olmaq istəyir, yoxsa nə bilim həkim mi olmaq istəyir? Amma mənim oğlum bilmirəm, bəlkə də o böyüyəndə istəyər, amma bilmirəm indi necə qəbul eləyərlər. Olsa mən ona dəstək olaram, amma olmasa daha yaxşı olar. Çətindir. Yəni bu sənətlə məşğul olmasa daha özünə nə bilim elə sənət ki ömrün axırına kimi nə orada qeybət eşitsin, nə bilim zülm çəksin. Düzdür, bütün sənətlərdə var o. Əslində mən də düşünürəm ki, bizim sənət qıraqdan çox görünə asan, bilər. çox bəsit, çox sadə görsənir. Amma sənətin qərəzliyi ondadır ki, Allah Taala tərəfindən musiqiçiyə xüsusi bir istedad verilməlidir. O genetik çox Bəli. fitri istedadı olmalıdır və bu musiqinin müqəddəsliyini qoruyub saxlamalıdır. Çünki sadə musiqi sadədir, ölüb gedəcək, amma ciddi musiqini ifa edənlər daha ciddi həyat yaşayırlar. Çünki onun ağırlığını sanki özlərinə çəkirlər. O həyat daha da qəlizləşir. Mən də istərdim ki, övladlarım başqa bir sahədə olsun, daha elm sahəsində olsun. Ola bilər ki, burada
məsələn mən bu gün ola bilər ki, çoxlarından çox qazanım, amma sanki o qazandığımızın bəhrəsini görə bilmirik. Çünki xərclərimiz çoxdur sənətdə. Ona görə Müşfiqin sözünə qüvvət istəməzdim. Mən elə onlar deyirdim, amma Vüsalın elə dediklərin deyirdim, o da sən demə mənim sözlərim onun içində yatırmış. Valla elə odur. O xərcdə barədə üzr istəyirəm. O bax mənim elə bir də hamımızın ətrafında var. İndi sənət adamı yoxdur. Elə bir dostlarımız var ki, o aylıq qazancı, yəni deyim 5 dəfə da azdır da, yəni 100 dəfə çoxdur bizdən, bizneslə məşğuldur filan, bəs məsələn o şoferinin də maşına oturur, gəlir özü onun üçün vezinə döyür və yaxud da ki o bir bahalı marka geyməsə də elə deyə onun əynində kimi görürlər, deyirlər ki, marka geyinir. Nəsə bir bahalı aksesuar taxmasa da elə ona deyirlər ki, hala o. Amma bu bizim camiənin ondadır ki, biz nəsə bir müğənni, aktyor nədən əziyyət çəkir? Deyir ki, mən zəif bir maşın sürəndə gedirəm iş danışmağa, nəsə pul az verirlər mənə. Aşağı marka bir şey geyinəndə gedirsən, deyir, baxırlar üstüvə, başıva, işlətdiyin telefona. Yəni bu günün, mən demirəm, Azərbaycanda, bir çox yerlərdə belədir, ölkələrdə belədir. Yəni bu günün artıq reallığına bu çönüb. Gedirsən sponsor danışmağa, görsən ki, sponsorun nümayəndəsi səni Stayankada gözləyir. Görüm nə maşına gələcək. Valla. Sən ora biraz ucuz bir şeylə geçsin, qiymətində ucuz. Amma məncə Aygün sənin üçün asan olar. Kənan sənin üçün kliplər çəkər, kömək olar, həyat yoldaşı kimi. Kənan gecə də ancaq yatanda da yuxuda fikirləşir ki, görən səhər durumda çəkir. Bir klipi çəkim Aygün. Onda bir iş birliyiniz yoxdur Aygün. Yəni klip çək. Canım Aytəkinim, gözünün qabağındadır da bu. Görürsən ağı. Efirdən müraciət elə, bir klip çəksin sənin üçün, bir işlər görsün. Çünki xahiş eləyim efirdə. Bəlli. Bilirsən nə deyir? Deyir, mən klip çəkmirəm artıq, mən kino çəkirəm. Onda kinoya çəksin. Kinoya çəksin, deyirsən aktrisa döyürsən axı. Necə çəkimsən? Bəhanə var da evdə. Bir də bəhanə var. Aha, yaxşı onda sən ifa elə. Deyirsən güclə balayla oxumağı çatdırırsan. Hələ deyir, setə gəlib orada 8 saat, 10 saat deyir, ürəyin partlayar. Əslində haqlıdır. Doğrudan mən deyim ki, o Çətin. set var ha. O setə bir girən sevinir. Bir də o set bitəndə. Mən görürəm də Heç də həyat yoldaşı əziyyət vermir, onda ifa elə. Bəli. Sənin işin bu. Buyur. Bəli. Şiş ucları, şiş ucları, buludlarla döyüşen dağlarındayım, buzları var ülkemin.
göllerinde, göllerinde ördeklerin üzerler, çöllerinde marallarım gezerler, küllerinden gelinler taç bezerler, ceyran gözlü kızları var ülkemin. Maşallah Aygün, öyle güzel ifa edirsən. Asif Zeynallı. Bəli, bu əsər, bu romans mənim ən çox sevdiyim Bəli. romansdır. Qarşına Silahlı Qüvvələr Günü gəlir. Bəli. 26 iyun təbrik eləyirəm öncədən. Bayramımız mübarək olsun deyirəm və elə bu mahnını da ona görə oxudum. Həqiqətən də ölkəmiz möhtəşəmdir, cənnətdir. Azərbaycan bizim ürəyimizdir. Bəli, var olasan, sən də gözəl ifaçılardansan və diqqət edirəm, eyni zamanda Aygün zəhmətkeş xanımdır, zəhmətkeş anadır. Hərdən rastlaşırıq Aygünlə tədbirlərdə, görürəm ki, oradan gəlir bu tədbirə, buradan qaçır, evə gedir. 3 evlad, hə? 3 evlad, onları idarə eləmək, onların tərbiyəsi, məktəbi doğrudan da çox çətindir. Və evlərində də olmuşam, şahid olmuşam, hər zaman var ol. Fikirləşirəm ki, Aygün, ola bilməz ki, sənin evladlarının istedadı olmasın. Çünki gözəl səsin var, atası istedadlı rejissordur. Mənim iki qızım İncəsənət Gimnaziyasının pianino şöbəsindədirlər. Yəni çox möhtəşəm pianoçudular artıq onlar. Yəni gör neçə ildir. Oğlum da aktyorluq sahəsini bitirdi İncəsənət Gimnaziyasında o da. Amma düz İqtisad Universitetinə verib. Amma İncəsənət yönümlü bitiriblər. Qızlarım da maşallah, böyük qızımın o qədər gözəl səsi var ki, o qədər pianoda o qədər gözəl əsərlər çalır və ifa eləyir. Amma məsələn utancaqdır. Deyir mən heç yəni oxumaram. Yəni özü istəsə mən qoyaram. Atası da məncə icazə verər. Amma düşünürəm ki, bəlkə indi belə deyir, sabah başqa cür deyə bilər. Hələ 9-cu sinifə hələ keçir də, 8-i indi bitirib. Hələ onun fikrə düşəcək. Uğurlar hər birinə. Sağ ol, gözəlim. Müşfiq, illərdir bir mərc oyunu var, reklam. Yəni bir il öncə, yəni bu halla biz rastlaşdıq. Sənin orada simandan istifadə olunur. Yəni bununla bağlı bir tədbir görülübmü? Hələ də gedir deyim ki o reklam. Yəni əslində bilirəm ki, sən özün orada oynamamısan. Süni intellektlə hazırlanmış bir reklamdır. Kumar, nə bilim nələr, bu oyunlardır, filanlardır. Mərc oyunları. Mərc oyunları. Mən o barədə müsahibə də vermişim. Bir neçə jurnalist maraqlanmışdı. Dedim ki, yox mən çəkilməmsən, amma tədbir görmüsən mi sənin simandan istifadə olunur? Artıq öyrəşiblər bu süni intellektdə. Gündə bir dənə bir şey hazırlayırlar. Süni intellektdən. Orada hiss olunur da danışığa düzgün fikir verəndə. Yəni mən... Sən deyilsən. Hə. Amma mənim adımdan düzəldir. Yox, mənim görüntüm mənimdir. Bəli. Mən orada başqa bir şeydən danışıram. Falan, bəs məkan falan. Amma o başqa tekst yazılıb. Eyni mənim səsim. Amma mən başqa mətin deyirəm. Mən orada bir tikinti şirkətinin reklamından danışıram. Falan elə bir ki gəldiniz, buradan falan ev aldınız falan oldu, bəs məkan oldu. Amma orada gedir ki, oynadınız, bu qədər pul da bilərsiniz, sonra gəlib buradan ev ala bilərsiniz. Tədbir gördün mü Müşfiq bununla bağlı? Tədbir gördüm, mən maraqlandım ora-bura ki, mən kimə şikayət edə bilərəm, nə edə bilərəm. Onlar dedilər ki, çox, hətta Aygün xanımın da dedilər, Aygün Kəzbavanın adına ediblər onu, belə video var. Sonra bir neçə aktyorlarımızı dedilər. Da mən öz səhifəmdə paylaşdım ki,
ümumiyyətlə mənim ən nifrət elədiyim və heç vaxt da Qəbul etmədiyim. qəbul etməm. Mən ümumiyyətlə heç o nə bilim telefonda, nə Mərc bilim oyunları, bəli. nəinki mərc oynayır. Yəni mən nə domino oynaya bilirəm, nə nərd oynaya bilirəm. O hələ onlar şey oyunlar da baş qatmaq üçün normal oyunlardır. Nəinki mərc oyunlar. Ümumiyyətlə oyun bilmirəm. Məsələn futbola zada gedəndə uşaqlar məni zorla bala ilə apar. Mən rəngləri soruşuram ki, qırmızılar kimlərdir, ağlar kimlərdir. Yəni hamı Marağı qışqırır, mən də soruşuram ki, hansı tərəf vurdu, hansı bizimkilərdir. Yəni belə oyuna ümumiyyətlə marağım yoxdur. Mənim adımdan onu görəndə nə bilim mən şok Amma hələ oldum. bir tədbir görmədik. Gözəl rəngkaranımıza getmişdik. Elə inşallah sabahları gözəl bir Kimi çəkirdin orada, güzel. salam verilişi təqdim edəcəyik. Gəl anonsu izləyək. Lənkərandan, aha. Sonra qaydacağıq. Görək bizi Lənkəranda necə qarşılayıblar. Bu həftə Aytəkin evdəkiləri hansı səfalı bölgəmizdən salamlayacaq? Təbiəti kimi insanları da gözəl olan Lənkərandan sizi salamlayırıq. Sevilən sənətçilərimiz Cavad Rəcəbov və Cavid Lənkəranlı doğma torpaqlarında bizi xoş avazları ilə qarşıladılar. Almazdı, zümrüddü, dürdü Lənkəran, qoynu qucaq-qucaq güldü Lənkəran. Qonaqlarımızla bərabər Lənkəranın gəzməli görməli yerlərində olub çayının ətrini hiss elədik. Armudu stəkanda Çay! Sonra da Cavidin gözəl ailəsi ilə tanış olduq. Xoş gəlmişsiniz, nə yaxşı ki siz varsınız. Anası oğluna olan arzularını, Xoşbaxt olsun ailəsində. Cavid də anasına olan sevgisini dilə gətirdi. Onun hər duası, onun hər bir kəlməsi mənim evimin ocağımın ruzu bərəkətidir. Hər kəs deyib gülməyimizə, oxuyub oynamağımıza şahidlik elədi. Dünyada vardı şöhrətim, benim xan Lənkəranım, anam qədər doğma olan, benim can Lənkəranım. Evdəkilərə salam. Sabah 18-də Xəzərdə. Yayının sponsoru. Bəli, var olsun bizim cənub bölgəmizin, bax o gözəl güləriz insanları. Azərbaycanımızın qonaqpərvər insanları doğrudan da elə gözəl qarşıladılar. İnşallah bir dəfə də təzə evindən sonra Lənkərana bərabər gedərik. Allah qismət eləsin. Biz də gedəcəyik. Bəli, bərabər gedəcəyik. Və Ləvəngin. dünən bizim gözəlimiz Ülviyə Namazova doğum gününü dostları ilə bərabər elə qeyd etdi. Ondan da özəl görüntülərimiz var, təqdim edək. Sonra da biz onlara gedəcəyik inşallah qonaq. Gəlin izləyək, davam edəcəyik. Mənim doğum günündən özəl görüntülər, özəl açıqlamalar qonaq canlıda izləməyi unutmayın. Gecəmizin səbəbkarı Ülviyə Namazovanı qarşılayan mahnısıyla bərabər. Əllərim əllərinə, gözlərim gözlərinə, qalıb həsrət biləsən, gəl olar tez gəl. Yenə ruhum sənsiz, yenə qaldı kimsəsiz, gəl olar tez gəl. Belə hörmətlisən, nüfuzlusan, belə olasan. Təbrik edirəm abi. Geçmişin ömrümdə, eləməli işlərin yandır məni, sağır sənin başına olsun. Arzumuz odur ki, sənətdə necə deyərlər, ürəyi hansı zirvəni istəyirsə, onu fəth eləməyi Allah ona nəsib edər. Təbrik edirəm. Ona uzun ömür, can sağlığı, sənətində uğurlar arzulayıram. Ülviyə mənim bir 30 illik bir yoldaşlığımız var, tanışlığımız var. Ülviyə çox zəhmətkeş bir xanımdır. Təbriklər. O gözəl çöhrəsindən heç bir zaman gülüş əksik olmasın. Gün o gün olsun ki, Ülviyəm o gözəl qızlarını gəlin köçürsün. Mənim də bir mahnımı ifa eləyib. Ülviyə xanıma bol-bol uğurlar arzulayıram. Həmişə üzü gülsün. Bir bütün qonaqları ilə maraqlandı. Kim gəlir, haçan gəlir, niyə gecikirsiniz, məclisimi niyə soyudursuz? Tələb edib, xoşuma gəldi, çox qəşəng. Mən sizə təşəkkür edirəm, gəldiyiniz üçün var olasınız. Arzulayıram ki, səni ana kimi xoşbəxt olasan, xanım kimi də xoşbəxt olasan, insan kimi də, dost kimi də. Ülviyə çox zəhmətkeş qızdır. Allah onun bütün arzularını yerinə yetirsin. Üçü də yaxşı oxuyurlar, amma Ülviyənin səsində Qarabağ səsi yanıq var. O oxuyanda nəysə mən ağlayıram.
Yeni yaşı mübarək olsun. Allah sağlıqlı, nə qədər ömür yazıbsa onu sağlıqlı yaşasın. Mən bacıma nə arzulaya bilərəm? Həyatın ən gözəl neməti olan can sağlam. O gün olsun, nə bilim, 70 illiyin qeyd edilir inşallah. Özümə ancaq can sağlığı arzulayıram. Hər zaman balalarımın yanındayım. Çünki o mənim mamamdır. Can. Allah sallatsın ki, böyük olsun. Onu təbrik edirəm. Anan hansı mahnısını daha çox sevirsən? Zamanı uzaqdığını. Soruşaq görə kim olmaq istəyir böyüyəndə? Böyüyəndə doktor. Həkim olacaq qızım. Böyük qızım arzulayırdım həkim olsun. Amma o nəysə başqa yəni sahəni seçdi. Bakı Dövlətdə oxuyur, tarix üzrə regionşünaslıq. Bir daha təbrik edirəm. Vüsal, sən ifanla davam edək. Gözəl bir ifa səslə. Buyur. Anandan bir yaylıq aldın, heç bilmirsən harda saldın. Anandan bir yaylıq aldın, heç bilmirsən harda saldın. Mən də deyirsən yaylıq hamı, yaylıq salar ay balam ayrılığı. Gözəl yar get axtar tap tap yaylığı. Yaylıq salar ay balam ayrılığı. Gözəl yar get axtar tap yaylığını. Yaylığını tanı ay qız, məndə yaylıq hanı ay qız. Kim deyir yaylıq məndədir, bəlkə qalıb çəməndədir. Gözəl yar get axtar tap tap yaylığı. Bəlkə qalıb çəməndədir. Gözəl yar get axtar tap yaylığı. Anamdan bir yaylıq aldım, heç bilmirsən harda soldun. Mən də deyirsən yaylıq qalmır, yaylıq sallar ay balam ayrılığı. Gözəl yar get axtar tap tap yaylığı. Yaylıq sallar ayrılığı. Gözəl yar get axtar tap tap yaylığı. Qurban olum göz qaşına, gedib demə qardaşına. Sevgilimdən gəlincimə, yaylıq məndədir gözəllər gözəli. Ay yarım alay gözəl yaylığına. Yaylıq məndədir gözəllər gözəli. Ay yarım alay gözəl yaylığına. Yaylıq məndədir gözəllər gözəli. Ay yarım alay gözəl yaylığını. Yaylıq məndədir gözəllər gözəli. Ay yarım alay gözəl yaylığını. Təşəkkürlər. Vüsal, maşallah, maşallah özünü bəstəkar kimi də sınıyırsan. Ha, gözəl də alınmışdı. Heydər Babaya salam şeirinə özün bir bəstə etmişdin. Gözəl də Əslində qarşılanmışdı. bəstələdiyim mahnılar çoxdur. Yaylığı yerinə qoy. Yaylığımı yerinə qoyum, əsas məsələ.
Buyur. Çoxdur, amma Heydər Baba o mənim ən həssas yerimdir. Mən də sevdim əsərdir. O bildiyimiz əsər deyil. Mən prosta onu Cənab Pezeşkiyanın o dediyi o Şəhriyarın şeirindən sonra o mahnı deyil. Baba, o deyil. O deyil, yox. Aha. Bunu öz bütün portallardan paylaşmışam. TikTokda ümumiyyətlə çox böyük ajartaj olubdur. Bunu Dövlət kanalı da yenidən çəkdi mənim üçün. İnşallah ki, Dövlət kanalından da yayımlanacaq. Bu ideya mənim ideyamdır. Sadəcə olaraq həmən şeirin o hissəsini muğam kimi təqdim elədim. Amma gözəl də aldıq, maşallah. Və dostum Fərhad Musayev mənə köməklik elədi. Və Şəhriyar Zeyni də burada çəkilişdə mənə dəstək olubdur. Şəhriyar Zeyni tanıyırsın, rejissor. Mən sənin tək dala saldım nəfəmsi, sən də qeytər göylərə sal bu sənsi, baykuşumdan Maşallah, uğurlarınız bol olsun. Doğrudan da o gözəl işləri tamaşaçılarımıza təqdim etmək çox xoşdur, gözəldir. Bir dənə söz deyim, bu yaylıqla bağlı qoy bir dənə danışım da. Ürəyimdə qalıb bayaqdan. Deməli, bu mahnı oxuyuruq bayaq kimi. Siz təsəvvürə gətirin, illər öncə bir məclisdəyəm. Onu sən demişəm, yoxsa yox? Demək, Müşfiq, sən təsəvvürə gətir ki, gəldilər bir dənə bu mahnını məndən sifariş elədilər. Mən aparıram məclisə. Aygün xanım, yaylıq məndədir bu mahnını. Məndə sözləri belə dəqiq yadım. Tez yazdım sözü, mahnını əzbər bilirəm. Yazdım mı? Dedim, hə, indi oxuyacağım. Mahnını bir dəfə oxuyuram, yenə də. Devam. Deməli, siz inanırsınız. Və çox maraqlısı orasındadır ki, mən həyatımda doğrudan heç şey görməmişim. Bir 50 kişi əllərində yaylıqlar. O mahnını oynadı. Orada qadın yox. Qadın oynamırdı Müşfiq. Təsəvvürə gətir. Bu mahnını ancaq belə düşündüm, dedim öz-özümə. İndi bəlkə də baxırlar. Amma soruşa bilmədim ki, siz niyə məhz bunu, bu mahnının sizin həyatınızda hansı bir rolu oynayıb ki? Hər bir mahnının bir tarixi olur. Tarixi olur. İnanın, deməli mahnı bitir təzədən. Mahnı bitir. Belə elə xahiş edib başqa şey oxumayın. Əllərində yaylıq bir də oynamağı oynayırlar bu mahnını. Dəhşət. Yəni o bu demək istəyirəm ki, demək görürsüz, ardın ağlıva gələr ki, əlində yaylıq kişilər bunu davamlı şəkildə oynayarlar. Mən də sifariş vermişdim. Müşfiq, sənə də uğurlar arzu edirəm. Və bir sualım da var. Seriallara necə təklif alırsan, yoxsa yox? Çünki artıq verilişimizin sonuna yaxınlaşdıq. Seriallarda bundan sonra rol almaq fikrin varmı? Yoxsa bitirmirsən? İnşallah. Bu illər artıq bütün hamısı mövsüm bitdik. Yəqin sentyabr, oktyabr ayında inşallah qapılarımız açıqdır o pullu prodüserlərin üzlərinə. Müraciət edəcək də təkliflər doğrudan da qane eləsə inşallah ki. Aha, xeyirli uğurlu olsun. Amma öz verişim davam edir. Bir sənə də mən yiyənəm ağa. Sən aktyorsan da, veriliş aparıcı bizi, sən də aktyorsan. Hərdən bizə də bir həmkarlıq eləyirsən. Sonunda Aygünümün ifası ilə yekunlaşdırırıq ki, görüşək yenidən növbəti həftə. Sağ ol.